Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Çalışıram qızlarımla rəfiqə olum, amma rəfiqə olmaq o demək deyil ki, onlar əndazədən çıxmalıdır. Mən valideynəm və onun kimi qalmalıyam, övladdır. Nə qədər səmimi olsaq, desək, gülsək, bölüşsək də müəyyən şeylər var ki, onu mənə qarşı istifadə edə bilməzlər. Kiçik yanlışlıq etsəm belə icazə vermərəm onu dilə gətirsinlər. Mən bunu belə məsləhət bilmişəm, lazım olsa izah edəcəyəm. Bu sözləri əməkdar artist Vəfa Zeynalova Qapqara YouTube layihəsində deyib. Aktrisa əkiz qızları Lalə və Səbinədən danışıb. Vəfa Zeynalova uşaqlara qadağa qoyulmaması ilə bağlı fikirlərə etiraz edib. Son vaxtlar bizə türklərdən gəldi. Uşağa söz demək olmaz, psixologiyası pozulur. Bunu qəbul edə bilmirəm. Uşaq uşaqlığını bilməli və yaşamalıdır, amma yerində. Uşaq yox sözünü bilməlidir. Uşaq bilməlidir ki, bu olar, bu olmaz, heç sən demə, dağıtsın, töksün, qəbul edə bilmərəm. Mənə də qadağalar olub. Bu tərbiyəni də evimə daşımışam. Mənim uşaqlarımın öz otağı var idi. Dərsdən gəldilər, yedilər və otaqlarına gedirdilər. Rəfiqələrim gəlirdisə, söhbət edirdilərsə, onların bizə müdaxilə etməyə ixtiyarları yox idi. İndi hansısa rəfiqə ilə söhbət edirəm, uşaq imkan vermir. Deyirəm, bu nədir? Qayıdırlar ki, uşağa etiraz etmək olmaz. Qoy mənə geri fikirlə desinlər. Uşaq öz yerini bilməlidir.